Salam əziz izləyicilər, əziz şagirdlər, əziz tələbələr, xoş gördük sizləri. Bugün sizə test toplusundan, 2025-ci il test toplusundan düz bucaqlı, üst bucaq bölməsindən 93-cü sualın izahını verəcəyəm. Bu məsələnin ən rahat yolu D təpə nöqtəsi ilə D təpə nöqtəsinin birləşdirilməsindən, belə deyək də, daha birləşdirsək, daha rahat həll eləmiş olaraq. Bunu birləşdirəndə biz, baxın, bu məsələdə BDC üçbucağı yaranır və biz bu üçbucağın düz bucaqlı üçbucaq olduğunu görməliyik. Nədən görməliyik? Fikir verin, DY medianı BC tərəfinin yarısına bərabərdir. Bu da o halda mümkündür ki, mütləq bu üçbucaq gərək nə olsun? Düz bucaqlı üçbucaq olsun ki, DY burada nə olsun? Median ola bilsin. Yəni düz bucaqlı üçbucaqda düz bucaq təpəsindən çəkilmiş median hipotenuzun yarısına bərabər olur. Demək, biz Pifaqor teoreminə görə 16, 20 Pifaqor ədədlərindən biz burada tapa bilərik ki, BD tərəfi 12 olur və Pifaqor ədədlərinə görə 5, 12, BC hipotenuz olacaq 13. Ən qısa yolu və ən rahat yolu budur məsələnin. Növbəti videolardan məlumatlı olmaq üçün, dərslərimizə canlı və onlayn şəkildə qoşulmaq üçün kanalı bəyənib abunə olmağı unutmayın. Bildirimləri açıq qoyun ki, yeni videolardan, yeni paylaşımlardan məlumatlı olasınız. Videonu diqqətlə dinlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.